Heydər Əliyev prospektinin tam olaraq kənarında 70 kvadrat metrdən ibarət qubçalı, əla təmirli, demək olar ki, yaşayış olmayan bir mənzil təqdim edirəm sizlərə. Mənzilimiz bir otaqdan 2 otağa düzəlmədir. Təqdimata başladıq. Qonaq otağından, baxın belə bir gözəl səliqəli, işıqlı qonaq otağı var. Yerləşmə yerdə çox əla bir ərazidir. Bakı Mühəndislik Universitetinin tam olaraq yaxınlığında. Yeni inşa olunan Novxanı yolu üzərində. Bildiyimiz kimi bu yol gedir düz Sibirizə qədər. Əla bir yerdə yerləşir. Mühəndislik Universitetinin də tam olaraq yaxınlığıdır. Mənzilimizin əsas giriş qapısıdır. Burada görürsünüz, giriş qapıdan daxil olduq. Bu ərazidə mətbəx yığılıb, şəxsi istifadə üçün ideal bir mənzildir. Burada gördüyümüz gözəl bir qarderoblu mebel. Mənzil əşyasız satılır, mətbəx mebeli, qarderob, kombi. Bunlar hamısı təbii ki, mənzildə qalacaq. Membran materialdan şəxsi istifadə üçün çox gözəl, səliqəli mətbəx mebeli yığılıb, dəyərli izləyicilər. Burada da sanuzelimizdir. Bina tam yaşayışlı bir binadır. 2 ədəd sürətli lifti var və bütün kommunallar da fasiləsiz olaraq verilir. Baxın, belə bir gözəl giriş hissəsi, mətbəx. Burada isə yataq otağımız var. Buradan daxil oluruq yataq otağına. Yataq otağımız da belə gözəl, geniş, işıqlıdır. Qeyd etdiyim kimi, Xırdalan şəhərində Avpark yaşayış kompleksi yaxınlığında 120 dairəsi deyilən bir ərazidə yerləşir mənzilimiz. 70 kvadrat metrdən ibarətdir. Baxın, bu şəkildə yataq otağı idi. Yataq otağından da çıxırıq eyvana. Eyvanda quraşdırılıb Aristonu ayrıca, kombisi ayrıca, hər biri işləyik vəziyyətdə. Və bir daha sizlərə göstərirəm. Evimiz yerləşir yeni inşa olunan Novxanı Pirşağı yolu üzərində. Tam olaraq yolun kənarında Bakı Mühəndislik Universiteti və gördüyümüz bu yaşayış kompleksi Blue City yaşayış kompleksidir. Xırdalan şəhərinin ən ideal ərazisi hesab olunacaq. Çox yaxın zamanda bu ərazilər hamımıza məlumdur. Ətraflı məlumat almaq üçün kanalımıza abunə ola bilərsiniz. Bizi izləməyi unutmayın. Satışda olan əmlaklarınız barədə bizə məlumat verə bilərsiniz. Bu günə bu qədər. Növbəti çəkilişlərdə görüşənədək.